Rəcəb ayının birinci gecənin əməllərini deyim. Elə biləm dinləyirlər, istəyicilər əməl eləsinlər də. Birinci gecənin əməlləri haqqında birinci onu deyim ki, Rəcəb ayının ilk gecəsi qənimət birini deyiblər. Avvalu leylə min Rəcəb. Xüsusi deşilən gün var, bir də gecə, Rəcəb gecəsidir ki, oyaq qalıb ibadət eləmək, istiğfar eləmək, Allahdan bağışlanmaq. Yəni sabah Rəcəb ayı girəcəksə bu gecə. Bəli, bu gecə düzdür. Sonra bir dənə də gəlib günü üçün gəlib, Rəcəb ayının birinci günü üçün. Mənzarı Qəbrəl Hüseyn. Əvvələ yevmin min Rəcəb. Kim Rəcəb ayı birinci gün İmam Hüseyni ziyarət eləsə. Sababı var, bağışlanan. Yolun da düyündə buradan da ziyarət eləmək O olur. dələ söz deyin də, deyin. Necə olur o? Necə olur o? Minimalı budur. Hədislərdə Üzü var. qibliyə. Minimalı budur. Çıxırsan bir açıq səma altında dayanırsan. Əlini qoyursan sinəvə, üzü qibliyə dayanırsan. Bir sağa baxırsan, bir sola baxırsan. Sonra üzü qibliyə deyirsən, Əssalamu aleykə ya Əbu Abdillah. Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bir dənə də mən icazə verin ağanın sözünə deyim ki, sağa sola baxanda İmam Hüseyni yada salırlar ki, tək qalmışdı, sağa baxırdı, sola baxırdı, heç kəsi yox idi. Yəni o sağa sola baxmağın ola bilər başqa açıqlamalar da olsun. Bunu da xatırladır adama. Bunu da xatırladır adama ki, son anda Əli Əsqəri itirəndən sonra da bir sağa baxır, bir sola baxır, daha heç kimi yox.